Manna dövləti eradan əvvəl 4-cü əsrdə Urmiya gölü ətrafında meydana gəlmişdir. Mannanın adı ilk dəfə eradan əvvəl 843-cü ildə Assuriya hökmdarı 3-cü Salmanasarın kitabəsində çəkilir. Mannanın ən qüdrətli hökmdarı İranzu olmuşdur. Azanın hakimiyyəti illərində Mannada daxili çəkişmələr gücləndi. Ulat dövlətindən dəstək alan qüvvələr eradan əvvəl 716-cı ildə Azanı öldürdülər. Hakimiyyətdə Ulusu eradan əvvəl 716, eradan əvvəl 680-ci illərdə gəldi və Ulat ilə ittifaqa girdi. Bundan qəzəblənən Assuriya hökmdarı 2-ci Sarqon eradan əvvəl 716-cı ildə Mannaya hücum edərək Ulusunu özünə tabe etdi. Ahşerinin dövrü eradan əvvəl 675, eradan əvvəl 650-ci illərdə olmuşdur. Müstəqil xarici siyasət yerindən Ahşerinin Assuriya ilə müttəfəqlik əlaqələri pozuldu. Bundan qəzəblənən Aşşurbanipal Mannaya hücum edərək əhalinin var-dövlətini talan etdi və İzurti şəhəri dağıtdı. Qəzəblənən əhali qiyam qaldıraraq Ahşerini öldürdülər. Hakimiyyətə gələn Uali eradan əvvəl 650, eradan əvvəl 630-cu illərdə Assuriya ilə ittifaqı yenidən bərpa etdi.